Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə sintaktik əlaqənin izahını verəcəm. Sintaktik əlaqə nədir? Ümumiyyətlə biz bilməliyik ki, sözlər arasında məna əlaqəsi və sintaktik əlaqə özünü göstərir ki, məna əlaqəsi o demək ki, hər hansısa bir cümlə quranda biz həmin sözlər arasında bir məna yaxınlığı qurmalıyıq ki, həmin cümlədə bir məna olsun. Məsələn, deyirəm ki, müəllim danışır. Burada danışan şəxs müəllimdir. Deməli, burada məna əlaqəsi var. Sintaktik əlaqə isə özü ayrılır iki yerə. Tabeçizlik əlaqəsi və tabellik əlaqəsi. Biz indi danışacağıq tabeçizlik əlaqəsindən. Tabeçizlik əlaqəsindən siz bunları bilməlisiniz ki, burada bərabər hüquqluluq olur. Yəni, burada bərabər hüquqlu o deməkdir ki, buradakı tabeçilik əlaqəsini daşıyan hər bir cümlə üzvü sözlər eyni suala cavab verməli, eyni cümlə üzvü olmalıdır. Deməli, tabeçizlik əlaqəsi həm sözlər arasında özünü göstərə bilər, həm cümlələr arasında özünü göstərə bilər, həm də cümlə üzvləri arasında özünü göstərə bilər. Gəlin, indi hərəsinə aid bir cümlə deyək və bunlara nümunə çəkək. Məsələn, deyirəm ki, Azər kitab, qələm, dəftər aldı. İndi bunu təhlil edirik. Aldı. Kim? Azər. Nəyi aldı? Kitabı. Nəyi aldı? Qələmi. Nəyi aldı? Dəftəri. Mən baxıram ki, burada kitab, qələm, dəftər sadalanır, bərabər hüquqludur. Hər biri nə sualına cavab verir və burada deyirəm ki, tabeçizlik əlaqəm kitab, qələm və dəftərdir. Tabeçizlik əlaqəsində bir üzv digərindən asılı olmur. Ona görə biz buradakı oxu iki başlı ox kimi qoymalıyıq ki, yəni heç biri o birindən asılı deyil. Və yaxud da deyirəm ki, Azər danışır və gülür. Gülür kim? Azər. Danışır kim? Azər. Burada görürük ki, iki işi də edən kimdir? Azərdir. Eyni anda danışır, eyni anda gülür. Burada da danışır və gülür sözləri arasında, cümlə üzvləri arasında tabeçi əlaqəsi özünü göstərmiş olacaqdır. Və yaxud da başqa bir nümunə deyirik biz. Deməli, Azər danışır, Aynur gülür. Mən bu nümunəyə baxanda görürəm ki, danışan kimdir? Azər, bəs gülən kimdir? Aynur. Burada danışan Azər, gülən Aynur olduğuna görə mən burada cümlə üzvləri arasında demirəm. Burada tabeçisiz əlaqəsi cümlələr arasında olacaq. Yəni, Azər danışır birinci cümləmlə, ikinci cümləm arasında artıq tabeçisiz əlaqəsi özünü göstərmiş olacaqdır. Yazıram ki, məktəbin güllü, çiçəkli həyəti çox gözəldir. Gözəldir nə? Məktəbin həyəti. Mən bunu bu cür sual verib təhlil eləməliyəm. Bəzən sizə imtahanda bunu çaşdırmaq üçün belə verəcəklər ki, güllü və çiçəkli sözləri arasında cümlə üzvləri testlərdə düşəcək ki, hansı cümlə üzvləri var? Burada verəcək cümlə üzvü. Hansı cümlə üzvləri arasında tabeçi əlaqəsi var? Çox vaxt şagirdlər burada çiçəkli və güllünü götürəcək. Amma yadınızda qalsın ki, burada güllü, çiçəkli sözü məktəbin həyəti birləşməsinin tərkibində getdiyinə görə cümlə üzvü deyil. Yəni, burada cümlə üzvü verməli deyil. Gül və çiçəkliyin arasında tabeçi əlaqəsi var, amma burada sözlər arasında var. Çünki bunlar cümlə üzvü deyil. Gəlin, buna aid bir neçə nümunə yazaq. Ana laylası qəşəngdir, gözəldir. Bax, qəşəngdir nə? Ana laylası. İndi mən bunu götürüb belə yazıram. Ananın şirin, daha sonra
Qəşəngdir nə? Ananın laylası. Bax, yenə də görürsünüz, burada ananın laylasının arasına necə laylası, şirin, həzin deyə bilmərsiniz. Bunları ayrıca siz təhlil eləsəniz, yanlış eləmiş olarsınız. Ona görə də biz bunu ayrıca təhlil eləmirik və burada deyirik ki, sözlər arasında tabe-si əlaqəsi özünü göstərir. Hansı sözlər arasında göstərəcəkdir? Həzin və şirin sözlər arasında. Daha sonra deyirəm ki, ananın renkli, zolaqlı şalı məndədir. Burada da məndədir nə? Ananın şalı. Yenə də burada mən deyə bilmərəm cümlə üzvləri arasında var. Burada sözlər arasında var. Çünki ananın şalının içərisində gəlib deyə. Burada renkli və zolaqlı sözlər cümlə üzvü yox, sözlər arasında olan tabeysizlik əlaqəsi olacaqdır. Yazıram ki, Aynur oxuyur, Arif oynayır. Bir də belə yazıram. Aynur oxuyur, oynayır. Baxın indi burada fərqə. Aynur oxuyur, bəs oynayan kimdir? Arif. Burada birinci cümlə ilə ikinci cümlə arasında əlaqə var. Cümlə. Deməli biz buna tabesiz cümlələr arasında deyirik. Amma oxuyur kim? Aynur. Bəs oynayan kimdir? O da Aynurdur. Burada isə cümlə üzvü, yəni bir xəbər, bu da ikinci xəbər. Xəbər 1 ilə xəbər 2 arasında tabesiz əlaqəsi olacaq. İkincidə cümlə üzvü oldu. Birincidə isə cümlələr arasında oldu. Yəni iki işi bir şəxs görürsə eyni anda, deməli biz o zaman deyirik ki, cümlə üzvləri arasında var. Amma yox, ayrı-ayrı şəxslər görürsə cümlələr arasında. Yəni başqa bir nümunə yazaq. Aysel danışır, müəllim qulaq asır. Danışan kimdir? Aysel. Qulaq asan kimdir? Müəllim. Baxın, fərqli şəxslər fərqli işləri edirlər. Deməli, burada cümlələr arasında tabeysizlik əlaqəsi var və ox iki başlı qoyulur. Amma belə desəm ki, Aysel danışır və qulaq asır. Burada müəllim sözünü silsəm, onda cümlə üzvləri arasında tabeysizlik əlaqəsi özünü göstərmiş olacaqdır. Deməli, tabeysizlik əlaqəsindən nə öyrəndik? Dedik ki, cümlələr arasında olur. Dedik ki, cümlə üzvləri arasında olur. Dedik ki, sözlər arasında olur. Yenə də deyirəm, baxın, indi burada cümlələr arasında gələn fərqli bir nümunə də deyək. Deyirəm ki, Arif, belə yazaq. Arif kitab oxuyur. Ana TV-yə baxır. Arif kitab oxuyur. Ana TV-yə baxır. Kitab oxuyan kimdir? Arifdir. TV-yə baxan kimdir? Anadır. Fərqli işlər eləyir deyə burada cümlələr arasında tabeçilik əlaqəsi var. Amma desəm ki, Arif həm kitab oxuyur, həm də TV-yə baxır. Baxan kimdir? Arif. Oxuyan kimdir? O da Arif. İki işi də eyni şəxs elədiyi üçün mən deyəcəyəm ki, burada nələr arasında var? Bəli, cümlə üzvləri arasında var. Cümlə üzv. Deməli, birinci cümlə üzvü ilə ikinci cümlə üzvü arasında tabeçsizlik əlaqəsi olacaqdır. Çünki iki işi də Arif eləyir. İndi yazıram. Arifin qara, qalın şalı məktəbdədir. Burada gözümüzə çarpır qara və qalın. Bunlar cümlə üzvü deyil. Çünki Arifin şalının tərkibində gəlibdir. Nə məktəbdədir? Arifin şalı. Ona görə biz burada deyirik ki, nələr arasında tabeçilik əlaqəsi var? Sözlər arasında tabeçilik əlaqəsi özünü göstərmiş olacaqdır. Bir də tabeçilik əlaqəsini bağlayan vasitələr olacaq intonasiya,
və bağlayıcılar. Hansı bağlayıcılar olacaq? Təbii ki də tabesiz bağlayıcıları olacaqdır. Yadınızda qalsın ki, və bağlayıcısı birləşdirmə bağlayıcısıdır və bu həm cümlələri bağlayır, həm də cümlə üzvlərini bağlayır. Gəlin indi nümunə deyək. Bu cümlələrə diqqət yetirək. Aysel oxudu və Aynur dinlədi. Dinləyən Aynur, oxuyan Aysel. Burada cümlələri bağladı və bağlayıcısı. Oxudu Aysel, dinlədi Aysel. Deməli, burada oxudu və dinlədi deyirəmsə, sözləri bağlamış olacaq. Sözlər və yaxud da ki, cümlə üzvlərini bağlamış olacaq. İndi gəlirik ilə bağlayıcısına. İlə bağlayıcısı isə sözləri daha çox bağlayır, yəni cümlə üzvlərini bağlayır. Amma bu ilə bağlayıcısı cümlələri bağlaya bilmir. Ancaq sözləri bağlaya bilir. Gəlin indi buna baxaq. Deyirəm ki, Əli və Aysel gəldilər. Görürük ki, Əli və Aysel sözlərini burada ilə bağladı. Daha sonra qarşılaşdırma bağlayıcılarından amma, ancaq, lakin, fəqət, halbuki, isə bağlayıcılar var ki, cümlələri də bağlaya bilir. Həmçinin bu bağlayıcılar sözləri də bağlaya bilirlər. Deyirəm ki, Aysel oxudu. Amma Əli oxumadı. Bax, oxuyan kimdir? Aysel, oxumadı kim? Əli. Burada birinci cümlə ilə ikinci cümləni bir-birinə bağladı. Aysel oxudu, amma 2 aldı. Burada oxuyan kimdir? Aysel. Bəs 2 alan kimdir? O da Aysel. Deməli, oxumaqla 2 aldı sözlər görürsüz, cümlə üzvüdür. Burada da cümlə üzvlərini bir-birinə bağladı. Ümumiyyətlə, biz öyrəndik ki, tabesi əlaqəsi sözləri və cümlələri bir-birinə bağlamış oldu və bağlayan vasitələr intonasiya və cümlə üzvləri oldu. Və bərabər hüquqlu sözləri və cümlələri bağladı. Bərabər hüquqlu o deməkdir ki, eyni suala cavab verir, eyni cümlə üzvü olmalıdır. Sağ olun, salamat qalın.